Baxın müəllimlər, bugün sizə düşmüş bu sual. Şifrələr mövzusuna aiddir sadəcə. Sadəcə burada işarələrlə şifrələyiblər. İşarələr şifrələyiblər. Biz bu tipdə sual işləmişik sizinlə, amma orada hərflər olub. İndi burada şifrələri qoyublar da yerinə. İndi gəlin nə edirdik belə? Üstünə rəqəmlər yazırdıq. 1, 2, 3, 4 və sonra keçirik sağ tərəfə. Görək birincini hara yazıblar. Baxın, bu birincini götürüblər, ən axıra yazıblar, amma bir dənə şərtlə ki, belə elə bir çeviriblər, ağzı yuxarı qoyublar da. Burada ağzı aşağıdır, kəlləsi aşağıdır. Burada kəlləsi yuxarı qoyublar və axırıncı yerə qoyublar. Götürürəm bu axırıncının üstünə yazıram 1. Sonra ikincini elə burada da sağ tərəfdə də ikinci yerə yazıblar. Sadəcə çevirib, hamısını çevirib elə bil tərsinə qoyublar. Burada ağzı yuxarı baxır, burada ağzı aşağı baxır. Elə bu ikincinin üstünə də 2 yazıram. Çünki burada da ikinci yerdədir, burada da. Sonra bax burada olan üçüncünü keçirdiblər, burada birinci yerə yazıblar. Sadəcə çevirib ağzı yuxarı yazıblar. Bura 3 yazıram və dördüncünü də götürüblər, burada üçüncü yerə yazıblar. Burada 4 yazıram. Vəssalam. Yəni burada rəqəmlərin altında olan işarələr üzərinə uyğun rəqəmləri yazıram. Yəni baxın, üçüncü işarə nədir? Bu işarədir. Həmin işarə hardadır? Buradadır. Üstünə 3 yazdım. Məsələn, ikinci işarə budur. Həmin işarə hardadır? 2-dədir. Üstünə 2 yazdım. Sadəcə yenə də deyirəm. Çeviriblər, tərsinə qoyublar. Sonra dördüncü işarə hardadır? Budur. Dördüncü işarənin üstünə bax, götürürəm 4-ü. Yəni dördüncü işarə budur da. Həmin işarənin üstündə uyğun rəqəmi yazıram. İndi baxın 3241. Bu şəkildə bu birisində kodlaşdırmalısınız. Yazırsınız 3, 2, 4, 1. Buradan yazırsınız. Sonra bunun altına 1, 2, 3, 4 yazırsınız. 1, 2, 3, 4. İndi bu üçüncünü götürüb 3-ün altına yazacaqsınız. Bax, burada üçüncünü. Üçüncü hansı işarədir? Bax, bu işarədir. Bu işarəni götürürsünüz. Buradakı üçüncünün altına yazırsınız. Sadəcə çevirib yazırsınız. Götürürsünüz, çevirirsiniz belə və belə. Sonra ikincini götürüb 2-nin altına yazırsınız. İkinci işarə hansıdır? Bu sovurmaya oxşayan. Sadəcə çevirib ağzı aşağı yazacaqsınız. Götürürsünüz, çevirirsiniz, ağzı aşağı yazırsınız. Sonra dördüncü işarə. Bax, burada 4'dür də. Dördüncü işarə hansıdır? Bizdə. Dördüncü işarə budur. Bunu ağzı yuxarı çevirib yazırsınız. Götürürsünüz, bunu çevirirsiniz, ağzı yuxarı yazırsınız. Sadəcə bu biraz belə bir şeydir. Belə bir şeydir. Və birinci işarəni götürürsünüz. Bax, birinci işarə hansıdır? Buradadır. Yenə onu da çevirib ağzı yuxarı yazırsınız. Ox işarəsinin üzü yuxarı, oxun üzü yuxarı eləyirsiniz. Belə, biraz bunun oxu fərqlidir amma. Belə bir oxdur və aşağısında belə bu 4 bucaqlı romb formasındadır. Biraz onu alındıra bilsək görək. Aşağısın. Belə, deməli, belə, 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 belə. Belə bir şeydir. Biraz böyük alındı, amma eybi yox. Yəni belə, ardıcıllıq belə getməli. İndi baxırsınız variantlara. Birinci yerdə olan, baxırsınız A variantına, görürsünüz ki, burada birinci yerdə olan, üçüncü yerdə olan olmalıdır. Bax, bu üçüncü yerdə olan işarə 1-də olmalıdır da. Bax, görürsünüz, 1-də olmalıdır. A variantına baxırsınız, görürsünüz, birinci yerdədir və həqiqətən çevrilib tərsinə qoyulub. Demək ki, A variantı doğru cavab ola bilər. B variantına baxırsınız, həmin işarədir, amma olduğu kimi qoyublar. Çevirib tərsinə qoymalıydılar. Odur ki, B variantı ola bilməz. C variantında çevirib tərsinə qoyublar, düzdür. D-yi də tərsinə qoyublar, düzdür. Y-də də tərsində də düzdür. Sonra keçirsiniz ikinciyə. Bax, bu yumru. İkinci yerdə dayanmalıdır, amma ağzı aşağı dayanmalıdır. A variantında ağzı aşağıdır, düzdür. B variantını silmişik. C variantında amma fikir versiniz, ağzı yuxarıdır. Ona görə C variantı da getdi. Sonra üçüncü yerdə olmalıdır, bax, bunun dördüncüsü. Bax, bu işarənin dördüncüsü. Mən niyə görə bunları sildim? 1, 2, 3, 4. 3, 4. Olmalıdır, bax, bu dördüncü. Bu dördüncü olmalıdır harda? Baxın, burada üçüncü yerdədir da. Görürsünüz, bax, üçüncü yerə yazmışıq. Dördü üçüncü sıraya yazmışıq.
Demək ki, 4-cü işarə, bax, bu işarə 3-cü yerdə olmalıdır. Sadəcə çevrilməlidir, tərsinə qoyulmalıdır. A variantına baxıram, görürəm, həqiqətən həmin işarədir, çevirib tərsinə qoyublar. B, C variantını silmişik. D variantına baxıram, görürəm, xeyr, həmin işarə deyil. Həmin işarə deyil. Həmin işarənin yalnız bir tərəfində, yəni bir tərəfi açıqdır, bir tərəfində nəsə fiqur var. D variantı doğru cavab deyil. Y variantına baxıram, görürəm həmin işarədir, amma ağzı aşağı dayanıb, ağzı yuxarı dayanmalıdır, çevirməli idilər. Bax belə, çevirməli idilər. Odur ki, Y variantı doğru cavab deyil, doğru cavabımız A variantıdır. İndi həqiqətən 4-cü işarəyə də baxsaq, bax bu işarə, bu işarə birinci işarə olmalıdır. Bizdə birinci işarə hansıdır? Budur. Çevirməli idilər, ağzı yuxarı yazmalı idilər. Həqiqətən də A variantında çeviriblər, ağzı yuxarı yazıblar. Odur ki, doğru cavabımız A variantıdır.